Salam, kanalıma xoş gəldiniz. Bu videomda sizə YouTuberlər nə qədər pul qazanır onu göstərəcəm. Google Chrome açırıq. Qarşımızda olan bu saytı mən açıqlama qismində sizə verəcəm. Deməli, bütün dünyada ilk yüzlük bu PewDiePie kanalda 13 milyard təxminən 13 milyard izləməsi olub, 47 milyon abunəçisi var. İkinci Hola Soy German kanaldır. Bunun 2 milyard 734 milyon izləyicisi olub, 28 milyon demək olar ki 29 milyon abunəçisi var. Azərbaycandakı kanallara baxaq. Birinci yerdə Sabrina Avaz 1 kanaldır. 117 milyon izlənməsi olub, 347 min abunəsi var. İkinci yerdə Xmind Gamer 97-dir. Bunun 100 min abunəsi var, 6 milyon yarım izləmə sayı olub. Əlbəttə ki, bütün ölkələrdə demək olar ki, bütün ölkələrin kanallarına baxmaq mümkündür buradan. Türkiyə kanalına baxaq. Türkiyə kanallarında birinci yer kimdir? Burak Oyunda. Yəqin ki, bu kanalı hamımız tanıyırıq. 555 milyon izləməsi var, 2 milyon abunəsi var. Cem Yılmaz ikinci yerdədir. 423 milyon izləməsi var, 2 milyon abunəsi var. Əlbəttə ki, bu saytdan başqa Social Blade saytını da sizə verə bilərəm. Burada çox ətraflı bəhs olunub bu haqda. Məsəl üçün Roman Atwood kanalına baxsaq, bu kanal 73-cü yerdədir. Video deməli view rank yazılıb bura. 384-cü yerdədir burada. Aylıq gəliri 7 mindən 114 min arasıdır. İllik gəliri 85 mindən 1 milyon arasıdır. 1 milyon yarım arasıdır. Oha diyorum Türk kanalıdır. 772-ci yerdədir dünya üzrə. 17 min və 275 min dollar qazanır illik. Aylıq. İllik isə 206 mindən 3 milyon arası dəyişir bu rəqəmlər. Videomuz bitdi. Mənə elə gəlir, xoşunuza gələr videom. Əgər bəyəndinizsə abunə olmağı unutmayın.